İkinci Dünya müharibəsi tarixin ən qanlı və dağıdıcı müharibələrdən biri olsa da, bu dövrdə baş verən bəzi hadisələr o qədər qəribədir ki, onları eşidəndə insan heyrətə gəlir. Məsələn, ayı Vojtek. Müharibə illərində Polşa ordusunda Vojtek adlı qəhvəyi ayı xidmət edirdi. Əsgərlər tərəfindən balaca ki himayəyə götürülən ayı zamanla böyüklüyün ayrılma hissinə çevrilir. O hərbi maşınlarda gəzir, əsgərlərlə oynayır və hətta döyüş zamanı mərmi qutularını daşıyırdı. Buna görə də ona rəsmi əsgər statusu verilmişdi. Şişmə tanklardan ibarət Phantom ordu 1944-cü ildə müttəfiqlər Almaniyanı aldatmaq üçün xüsusi hərbi birlik yaratmışdılar. Bu birlik rezindən hazırlanmış saxta tanklar, toplar və avtomobillərdən ibarət idi. Hətta səs-küyləndiricilər vasitəsilə tank səsləri yayımlanırdı. Almanlar həmin ərazidə böyük bir ordu olduğunu düşünərək qüvvələrini yanlış istiqamətə yönləndirdilər. Düşmən pilotunun mərhəməti. 1943-cü ildə ağır zədələnmiş Amerika bombardıman təyyarəsi Almaniya üzərinə uçarkən Alman pilotu Franz Dinkler onu vurmaq imkanı əldə etmişdi. Lakin təyyarənin vəziyyətini görən pilot atəş açmaq əvəzinə onu təhlükəsiz əraziyə qədər müşahidə etmişdi. Müharibədən illər sonra isə iki pilot görüşərək dost olmuşdular. ABŞ hava şarlarıyla hücum. Yaponiya müharibə zamanı ABŞ ərazisinə minlərlə partlayıcı daşıyan hava şarları göndərmişdi. Fugo adlanan bu layihə tarixdə qitələrarası ilk pilotsuz hava hücumu cəhdlərindən biri hesab olunur.